Mərhələlərlə aparılır, mərhələlərlə həyata keçiriləcək, mərhələlərlə olacaq. Siz də şikayətinizi çalışın mərhələli şəkildə yavaş-yavaş və bir-bir aidiyyatı qurumların diqqətinə çatdırın. Hamısı birdən olanda necə deyirlər, o kompüterin beyni error verən kimi bizim aidiyyatı qurumlar da error verirlər. Ona görə də açın qulağınızı, eşidin. Mərhələli şəkildə hər şey olacaq və bizim bütün dərdlərimizə çarə tapılacaq. İndi bilmirəm, valla biz qarğa ömrü kimi 300 il yaşayacaq. Allah bizə nə qədər ömür verib, bu mərhələni görə biləcəyikmi, bilməyəcəyik. Eybi yoxdur da, necə deyirlər, biz ölsək də övladlarımız ya da ki, nəvələrimiz görər. Şükür Allaha ki, yəni Sumqayıtda belə bir problem yoxdur. Ümumiyyətlə, gölməçəli yollar filan, o problem yoxdur. Amma yəni ümumiyyətlə, əksər yerlərdə payız-qış mövsümü başlayanda insanların problemi 1-ə 5 artır.